Sabahsız dostlar, saat 06:26'dır. Durub işe tərəf gedirik. Maşına yaxınlaşırda tekrar rək verəcəyəm. Çöldə yağış yağdığı üçün 16 apreldə dəhşət küləyi var. Maşında davam edəcəm çəkilişə. Çöldə belə yağış yağır. Suyun içine girmişim. Bir arası bir 200 metre yol gelmişim. 200 metre de olmaz, 120 metre. Sonra 06 spirdi maşını kurdamışım. Maşın bir balacak geçsin. Bugün saat 11-12 yarısı zaten. Offline olanda size diyeceğim neçə sifariş kabul edeyim. Murat olun özünüzden. Görə bugünkü leysanda, bugünkü hava şəraiti ilə bağlı Allah Taala bizim rızımızı verir mi ya yox? Murat olun özünüzdən. Şöyle böyle yağırdı, görürsünüz. Daha maraqlı da, yaxşı. Burada qoyurlar su şeyi. Buradan axır su. Burada yox su. Şimdi suya ara gidiyoruz. Cahildanın altın canlı ara gideceğiz. Ora koyun da, ora niye koymuyorsunuz? Eğer burada varsa. Maşın indi gözləyəcək. İndi bu boyda maşın gözləyəcək ki, buranın suyuna bax çəkiləcək. Gözəl keçəcək. Dostlar, yolun sonuna baxın. Dağdan hala 2000. O devam edir. Tıxacdır bizə. Elli tıxacdır. Maşınlar tərpəndir. Nədir? Tünellər soğuk. Fəvqələ gedir. Tünelin suyunu boşaltmalıdır. Dostlar, qısaca yollar bərbad gündədir, yağış, leysan, işləmək olmur. Özünüz də gördünüz də videonun əvvəlində saat neçədə onlayn oldum, xətə girdim və saat 12:12'dir. Bəli, 12:12'dir. Xəti bağlamışam, 6 sifarişimi qəbul eləmişəm, 41 manat 38 qəpik qazancım olub. Demək istədiyim odur ki, uşaqlar, hava şəraiti ilə bağlı, hava ilə bağlı maşın sürmək olmur. Məcburi 1-2 manat çörəyinə xatir işə çıxanlarda ehtiyatlı olsun. Biraz diqqətli olun. Həqiqətən də çox çətindir. Naşı sürücülər var, yol bilməyənlər, qayda qanun bilməyənlər, onların badına bizlər də gedirik. Bəli.
qəza qaçınılmazdır. Ona görə ehtiyatınızı qurun. Müvəffəq olun. Allah Teala hər birimizin çərəyini yetirsin.